Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində fəaliyyət göstərən Zeytun Park MMC-yə məxsus Nar kəndli bazarında və bazar ətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib. Yoxlamalar zamanı bazar daxilində fəaliyyət göstərən ət satış obyektində ət və ət məhsullarının temperatur rejiminə əməl edilmədən işlək olmayan soyuducu avadanlıqlarda və baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Həmçinin bazar ərazisində balıqların saxlanılması və kəsimi üçün qanunsuz təşkil olunmuş sahələr aşkarlanıb, kəsim və satışın antisanitar şəraitdə aparıldığı məlum olub. Baxış zamanı diri və ölü balıqların uyğun olmayan məişət tipli vannalarda birlikdə saxlanıldığı, ölü balıqların vaxtında kənarlaşdırılmadığı, suyun müntəzəm dəyişdirilmədiyi, balıq məhsullarının açıq hava şəraitində soyuducu avadanlıq olmadan satışa çıxarıldığı faktları qeydə alınıb. Eyni zamanda süd və süd məhsullarının müşahidə edici sənədlərinin olmadığı, markalanma tələblərinə əməl edilmədiyi, saxlanma şəraiti və son istifadə müddəti barədə məlumatların göstərilmədiyi, eləcə də ev üsulunda hazırlanmış etiket məlumatları olmayan müxtəlif növ turşuların da satışa təqdim edildiyi müəyyən edilib. Aparılan yoxlama nəzarət tədbirləri çərçivəsində ət və ət məhsullarına, süd və süd məhsullarına, həmçinin turşu məhsullarına baxış keçirilmiş və bir sıra nöqsanlar aşkar olunmuşdur. Aşkar olunmuş nöqsanlar ilə əlaqədar olaraq bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilmişdir. Qida təhlükəsizliyinin təmin olunması və istehlakçıların sağlamlığının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.